Tramp qiyamət təyyarəsinə mindi. Ciddilik təsdiqlənir. Tramp İranla hərbi münaqişəyə qarışmaq istəmədiyini, lakin İran məsələsində hələlik yekun qərar vermədiyini bildirib. Ölkə az xəbər verir ki, ABŞ prezidenti əlavə edib ki, İranın nüvə silahına malik olmasına həftələr qalıb və bir daha onlardan imtina edilməsini tələb edib. Tramp həmçinin İslam Respublikasında hakimiyyət dəyişikliyini istisna etməyib və hər şeyin ola biləcəyini deyib. Bundan əvvəl Kiv Amerikanın qiyamət günü təyyarəsinin Vaşinqton yaxınlığındakı Andrews hərbi bazasına eniş etdiyini yazıb. Strateji əhəmiyyətli Boeing E-4B Nightwatch 11 sentabr 2001-ci il terror aktlarından sonra ilk dəfə havaya qalxıb. Bu təyyarə ABŞ-ın yüksək səviyyəli rəsmiləri üçün komanda məntəqəsidir. Nüvə partlayışına tab gətirə bilir və yanacaq doldurma sayəsində bir həftə havada qala bilir. Ekspertlərin və analitiklərin fikrincə, bu təyyarənin peyda olması Yaxın Şərqdə böhranın ciddiliyini təsdiqləyir və yaxın 48 saat həlledici ola bilər. Qeyd edək ki, ABŞ Milli Kəşfiyyatın direktoru Tulsi Gabbardın mart ayında verdiyi məlumata görə, kəşfiyyat xidmətlərində İranın nüvə silahı yaratmaq proqramını bərpa etdiyinə dair məlumat yoxdur. Üstəlik, kəşfiyyat məlumatlarına görə İranın ali lideri Ayətullah Əli Xamenei 2003-cü ildə dayandırılandan bəri belə bir layihənin həyata keçirilməsinə icazə verməyib.